qızlar, bu günləri mən pirojna hazırlayıram. Pirojnanı biskvitdən hazırlamışam və biskvit şifonlu biskvitdir və bu mənim səhifəmdə var. Kim istəsə baxıb hazırlaya bilər bu biskviti. Biskviti əzirəm və üzərinə azacıq çörək yağı və bir də suşonlu moloko əlavə eləyib qarışdırıram. Toplayıram bir yerə və mən pletka şokoladdan istifadə elədim. Damla şokolad yox idi məndə. Şokoladları bölürəm və mikrodalğalı peşdə əridirəm. 2-3 formadan istifadə elədim. Burada şabalat formasında bir formadır, ürək formasıdır. Şokoladı əlavə eləyirəm və kist vasitəsilə bunu yayıram və soyuducuya göndərirəm. Donur, sonra bir dəfə də üzərindən əyəm yaxşı sürtməmişiksə, açıq yerlər qalıbsa, onları bir də şokoladla doldururuq və bir də soyuducuya göndəririk. Sonra içərisini hazırladığımız bu biskvitimizlə doldururam. Bu biskvitin içinə nə istəsəz onu əlavə edə bilərsiniz. Braqoz, fındıq, badam, şokolad qırıntıları, kakos, nə istəsəz onu içərisinə əlavə edə bilərsiniz. Və hamısını doldurandan sonrasını yenə azacıq soyuducuya göndəririk. Göndərməsəz də olar. Sonra üzərini şokoladla yenə bağlayırıq. Və beləcə əlimizdə nə qədər şokolad varsa və içliyi varsa bunları edə bilərik. Mən burada şokolad qurtarandan sonrasında yerdə qalanları şokoladsız da etdim. Onları kakosa batırdım. Elə də çox gözəl olur, belə də çox gözəl olur. Əlbəttə ki, şokoladla daha gözəl olur, daha dadlı olur. Soyuducudan çıxandan sonra xırtıltılı, çox dadlı olur. Kakosla da yaxşıdır, çox gözəldir. Əgər şokoladınız olmasa, kakosla da hazırlaya bilərsiniz. Və ola bilər ki, başqa özünüzün bir fikriniz olar. Çox dadlı, çox ləzzətli alınır. Güman edirəm hazırlayarsınız. Bütün bişirib yeyənlərə nuş olsun.